Hər vaxtınız xeyir. Hardan başlamalı efirdədir. Bugün qonağımız Dıqqılıdır. Dıqqılı, xoş gəlmisən. Sağ ol. Necəsən? Mən yaxşı, sən necəsən? Mən də yaxşıyım. Mən səninlə bir məkanda tanış oldum Bəli. və sən dedin ki, Sağ deyəcəklərim olun, var. Qəşəng günün olsun. Deyəcəklərim var. Buyur. Almayacaqsan, ha verişdən sonra. Hə, onda yaxşı. Yekə adamdır. Görsən, belədirlər də, Onda bunlar fikrimi belədir. dəyişirəm, çünki biz Bunlar qayıtmalıyıq belədir, belə. görsən. Bir məkanda tanış oldum Dıqqılı'yla. Dedi ki, danışmaq istəyirəm, deyəcəklərim var. Və elə mən də çağırdım, hardan başlamalı da Dıqqılı ilə söhbət eləyək. Dıqqılı, uşaqların sevimlisisən, uşaqların dostusan və mən istərdim elə bu məqamda bu nüansa gələk ki, neçə ildir uşaqların dostusan? Demək olar ki, 12 ilə yaxındır. Nə? 12 ilə yaxındır uşaqların dostuyam. Bəlkə də 12 ildən azdır bir. 10 il zad var uşaqların dostuyam. Az müddət deyil amma. Hə, az müddət deyil, amma müxtəlif cür uşaqlar da görmüşük. Müxtəlif cür valideynlər də görmüşük. Necə oldu ümumiyyətlə klon olmaq, Dıqqılı olmaq qərarına gəldin? Belə deyim də, bir söz var, deyir, həyatda əgər kiməsə həqiqət demək istəsənsə, bir maskada olmalısan, bir geyimdə olmalısan. Hərə fərqli cür deyir, mən də bu cür deyirəm. Məsələn, mən İrfanı görüb, belə deyə bilməm ki, sən pis aparıcısı, apara bilmirsən. Amma mən belə deyirəm, o da zarafatca qəbul edir. İndi həqiqət qəbul edir, eləmir özü bilə. Məsələn, mən ona yaraşdırmıram ki, o adam idman veriş aparsın, futbolu aparsın. Geç sən xəbərləri apar. Geç sən nə bilim, sabah saxlamayağı apar, başqa verişləri apar. İdmanı aparma, idman sən nidir? Mən idmanı sən apararda gülməyim tutur. Necə gülürsən? Bu arada təkcə bir neçə istedadın var bildiyim qədərilə. Bəli, Qeyri-adi sən. siqnal da verirəm. Sonra nə bacarsan? Da odur, bu deyləməyəcəm, mayallah aşım, nəmləm Hə, deyim. onları elə bilmirsən. Hamısı. Niyə klon olmaq istədin? Nə baş verdi ki, sən gəldin klon oldun? Şahin Xəlilin bir 13 əsəri var, kitab. Orada deyir ki, heç kəs həyatda təlxəy olmaq istəməzdi. Amma mən bunu seçdim. Bəli, bu mənim qazanc yerimdir. Üzüm gülsə də, üzlər güldürsəm də, amma qəlbim daima ağlayırdı. Və bu da bir növ insanlardan irəli gəlirdi. Yəni, belə deyək də, münasibət var. İnsanların bizə olan münasibəti. Məsələn, hansısa bir yerə gəlsən, sənlə danışırlar, müəyyən bir məbləğə razılaşırlar, çağırırlar səni, amma sənə elə bir hörmət qoyurlar ki, elə bir sənlə telefonda normal danışan bu insan deyil. Daha doğrusu hörmətsizlik edirlər. Çox. Biz necə belə bir şey deyim də, azından biz özümüzə qarşı hörmət istəyirik. Nə barədə? İşlədiyimiz insanlarla, məsələn, təşkilatçıdır. Birinci sənə sənin qabağında olan təşkilatçı hörmət qoymalıdır. Bu yerdə mən bizi izləyənlərə qeyd edeyim ki, hazırda qonağımız aktyor Ənvər Məmmədovdur və Ənvər, rica edəcəm ki, məhz həmin aksesuarlardan azad olasan. Deyiləsi çox sözlər var həqiqətən, həm aktyor kimi, həm bu sfera ilə bağlı. Amma bəzən çəkindiyimiz hallar da olur. Bu da bir növ cəmiyyətdən irəli gəlir. Az sonra tam belə deyim də ənənəvi geyimdə görəcək izləyicilərimiz səni. Bax, güldürürsən insanları. Amma elə bir an gəlir ki, insan qarşındakı insanı güldürür, amma içi ağlayır. Bax, belə bir şey deyim. Mən bir dəfə atılmış uşaqların sığınacağına çağırmışdılar. Tədbir aparmağa. Mən getdim. Tədbiri apardım. Tədbirin sonunda bir uşaq mənim ayağımdan yapışdım. Əmim mənə evə apardı. Təbii ki, mən onları əyləndirməyə gəlmişəm. Amma mən çıxdım və hələ də o yadıma düşəndə kövrəlirəm. Özüm anlaya bilmədim ki,
insan övladını necə ata bilər? Mən müxtəlif uşaqlarla işləyirəm, müxtəlif insanlarla işləyirəm, amma düzdür, uşaqların içində nadinci də olur, dəcəli də olur. Onlar hansısa bir evin aynası olur, deyir, ev, uşaq evin güzgüsüdür. Amma uşaq atılmamalıdır, İrfan. Uşaq atılmamalıdır və çalışmalıyıq ki, öz övladlarımıza belə dəyər verməyi bacaraq. Və sən deyirsən, sən deyə bilərəm. Təbii ki, mən də elə müraciətə Dıqqılıya sən deyə müraciətə başladım. Bax belə sən deyirsən ki, hansı məqamda ki, üzülürsən falan. Ən çox da üzülən bilsən nədir? Sən tədbir aparsan, kimsə sənin gəlir qulaq və elə bir söz deyir ki. Burada deyiləsi söz deyil hətta. Bəli. Hətta olur təhqir də eləyirlər səni. Belə hörmətsiz. Amma bir şey anlamırlar ki, sən bilsən, mən hərdən fikirləşirəm, mən narkomanlıq eləmirəm. Mən oğurluq eləmirəm. Hətta mənim özümə deyən var, ged özünə sənət tap, ged özünə peşə tap. Bu nədir? Bu kişiyə yaraşmaz. Bu nə sənətdir? Hətta məndən utananlar da var. Bunlar utanmayanlar da var. Yaxın adamlar. Bəli, yaxın adamlardır. Utanırlar da, utanmırlar da. Mənə artıq onunla maraqlı deyil. Bilsən niyə? Çünki mən artıq susmaq istəməm. Mən indi icazə versənsə gedim əynimi dəyişim gəlim. Səninlə elə mövzularda danışacağam ki, sən bəlkə də özün wow deyəcəksən. Ki, yəni budurmu? Bizdə olan, bu insanlara olan hörmət budurmu? Axı bizdə insanıq. Bax, mən bayaq bir şey etdim də ki, o uşağın o hərəkəti mənə təsir elədi. Əgər mən insan olmasaydım, mən robot olsaydım, mən daş qəbli olsaydım, bəlkə də heç vecimi almazdım da uşağı. Açığı danışaq da. Deyərdim, onu atan ana fikirləşsin. Hətta bir nüans da deyim. Hərdən bizə deyirlər, milyonlar qazansız. Yox. Mən elə vaxt olub ki, bayaq məkan dedin. Neşvenin özündə, Neşvenin rəhbəri Eldar müəllimin belə gəlib demişəm ki, mən bugün hansısa bir xəstə uşaq üçün işləyirəm. Lalə Azərtaşın verilişinə baxırdım. Amin adında bir uşaq var idi. Onun üçün dərman pulu yığırdılar. Bəlkə də pis çıxacaq, bəlkə də yox. Həmin gün işlədiyim pulun bir hissəsini o uşağın kartına atdım. Hətta yadıma gəlir, sənlə orada belə tanış olanda mən orada da dedim ki, mən bunu bugün bir xəstə uşaq üçün eləyirəm. Bəli. Və hətta məndən soruşdular hansı, orada bəzi insanlar olurdu ki, sən özün də uşağa inaya göndərdin, iyanə göndərdin, yəni. Bilsən, mən laqeyd qalmağı sevmirəm. İnsan laqeyd qalmağı sevmir. Nə olsun ki, bu sənətdəsən, nə olsun ki, beləsən. Axı, sən insansan, sənlə rəftar necə olur olsun. Və əslində də anlasalar ki, bu peşə, bu klona da bir sənətdir və bu da bizə Fransadan və yaxud da Rusiyadan, Çıklardan gəlib çıxıb, bunu da Azərbaycana gətirən şurumburum olub, Fərman Abdullayev o bizim gözəl aktyorumuz. Allah rəhmət eləsin. Bəlkə də anlayarlar. Amma çox təəssüf olsun ki, insanların çoxsu bunu bilə-bilə sənə təhqir eləyir. Bunu bilə-bilə sənə hörmətsizlik eləyir. Hardan başlamalı davam edir. Bir qədər əvvəl Dıqqılını yola saldıq. Aktyor Ənvər Məmmədov studiyamızdadır. Və sualımız belə idi ki, qədim dövrləri nəzər salanda görürük ki, klonlar əyləndirməklə yanaşı bəzi həqiqətləri zarafatla demək funksiyasını daşıyırlar. Bəs bugün müasir klonlar hansı işi görür? Gəlin onu belə deyək. Qədim dövrlərdə təlxəylər olub saraylarda. Hansı ki, onlar saraylarda şahın qabağında şaha əyləndirirdilər.
Amma şahın eybini, şahın səhvini üzünə vururdular. Məsəl üçün Teymurun yanında olmuşdu, Əmir Teymurun. Nadir Şahın özünün yanında olub. Digər hökmdarlar olub ki, Ludovik, onların hamısının yanında tərxəylər olub. İndi deyirsən ki, həqiqəti deyə bilirlər ya yox? Yox, çəkinirlər. Niyə çəkinirlər? Geyimdə olsan belə başını ağrıyır. Amma burada təkcə həqiqəti demək nüansı deyil. Ümumən müasir klonların işi nədir? Bax belə Xüsusən də bizim ölkədə. biz uşaqlara əyləndiririk. Bizi çağırırlar məclislərə, biz uşaqlara əyləndiririk. Çalışırıq uşaqlarla yanaşı böyüklərin də üzündə təbəssüm yaradaq. Amma zarafat da elə olmalıdır ki, o insanın xətrinə dəyməsin. O insanın belə deyim də, yəni o insanla aranda bir mübahisə yaşanmasın. Elə vaxt olur ki, həqiqətən bizim içimizdə də var onlar. Bilmirəm, bəlkə də onlar indi aktyor deyirlər, peşəkar deyirlər. Elə münasibət göstərirlər ki, acizə şəkil çəkdirəndə belə, acizə məsəl üçün nəsə eləyəndə belə, elə sarılırlar, elə qucaq. Təbii ki, uşağa sarıla bilərsən, qucaqlaya bilərsən, amma böyük hansısa bir xanıma sən belindən tutmaq falan bu biraz düzgün deyil. Və yaxud da xanımlar olur ki, gəlir, girir, sənin qolva şəkil çəkdirir. Mən də onlara zarafatca deyirəm ki, deyəsən kişi evdə kişi bu şəkil görsə evdə səni boşayacaq. Deyir ki, narahat olma, kişi elə şeylərə alışqandır. Yəni, bu da bir səhv deyil əslində. Onlar da sənə hörmətini göstərir. Amma sən də bunu dolay yolla eləməməlisən. Məsələn, sən əgər gəlmisənsə, məclisdəsənsə, sənin artıq gözün qapalı olmalıdır və sən işivə bilavasitə adaptasiya olmalısan. İşivi görməlisən. Mən gəlmişəm uşağı əyləndirim, valideynə əyləndirim, haqqımı alım, çıxım gedim. Amma sən gəlirsən, üzrsən, ona baxırsan buna, bu biraz qeyri-profesional deyil. Və çox təəssüf olsun ki, insanlar da elə qeyri-profesionalları çağırırlar çox vaxt məclislərə. Adam aktyorluğu bilmir. İndi hər kəs klon ola bilər. Valla mən sənə açığı deyim. Hətta belə xətvə dəyməsin, belə deyim, sözün də ola bilərsən. Bir geyimdir, geyinirsən, üzvü bəziyirsən, üzvü qırxırsan, üzvü bəziyirsən və çıxırsan, sən də ola bilirsən. Əslində buna bir sənət kimi yanaşsaq, niyə də xətmə dəysin? Yəni, belə baxanda, yəni sən də ola bilərsən və yaxud da digər biri də ola bilər. Amma, bəli, sənət kimi yanaşanda, buna çalışmalısan ki, aktyoru nəzərdən yanaşasan. Çünki sən artıq insanın psixologiyasını bilirsən. Məsələn, sən məclisə girəndə sən artıq beynində tutursan ki, mən bu adamla bu zarafata eləsəm, bu adama xoş gələcək. Amma bundan bunu eləsəm, buna xoş gəlməyəcək. Birinci dəfə gəldiyiniz məclisdə bunu necə müəyyənləşdirmək ola bilər? Ona görə psixologiyanı bilməlisən. Və bu da sənə aktyorluqda kömək eləyir. Aktyorluğu oxuyursansa, sən psixologiyanı keçirsən. İnsanın psixikası deyilən bir şey var. İnsan var melanxolikdir, insan var santvinikdir. İnsanın hərəkətindən bilirsən. Məsəl üçün, məclisə qalxırsan, foyədə əgər biri sənə belə gəldilər yenə də. Amma biri var ki, xoşla qarşılayır. Gəlin keçin, hətta sənlə zarafat eləyir. Qardaşlarım gəlib, qardaşım gəlib, gəl bir şey keçəydir. Nə bilim nə? Artıq görürsən ki, deməli, bu məclisdə o insanlardan çoxdur və yaxud da əksəriyyət odur. Və yaxud da sən artıq bilirsən ki, məclisin aurası necədir, içərdən də bilirsən. Yox, əgər görürsən ki, o şey var, deyirsən, 10 dəqiqə, 15 dəqiqə girim tez. Belə deyim, yola verim, çıxım. Klonlar uşaqların sevimlisidirlər. Bəs böyüklər necə klonları sevir? Əksər hallarda, əksər hallarda yox. Biz necə? Kiməsə sərf eləyəndə, məsələn, kiminsə yanında risovqalanmaq istəyirsənsə, oturmuşsansa dostlarla falan və yaxud da yanında bir hansısa bir deyə bilərəm daha çıxır. Təbii, buyur. Xanım varsa, onun yanında risovqalan gəlsə söz deyirsə, kəbra görmə, kəbra, bir də şey, alamı, sənin haqqın, başlayırsan bundan. Bir də o xanımla şəkil çəkdir, bir də onunla, bir də onu belə. Və səndən necə istifadə edirlər?
özü eləyə bilmədiyini sən vasitəndən eləyir. Məsəl üçün, mən Ürfana bu sözü deyə bilmirəm. Ki, Ürfan, Bu işi elə. loğu dildə deyim, bu işin daşına at da, sən niyə də öl də, gəlmə də, aparıcı olma. Və yaxud da Ürfan, sən bunu bacarmırsan, eləyə bilmir. Amma onun vasitəsilə deyir ki, bax, aparıcıdır, nə ki, sən aparıcı deyirsən. Və yaxud da nə ki, sənin pulun çoxdur, sən simitsən. Özü deyə bilmir ha ona. Amma sənin vasitənlə dedirdir. Böyüklərə bu sərf eləyir. Başa düşdün? Bu da sevgidirmi? Bir istəkdirmi? Maraqdırmı? Nədir bu? İnanmıram sevgidir. Bəlkə də ondan sənin vasitənlə qisas alır. Bəlkə də ona deyə bilmədiklərini sənin vasitənlə ona deyir. Bu bilavasitə bilsən nə istifadəçilikdir. Səndən istifadə eləyir, deyir. Mən bir məkandaydım. İndi yəqin ki, o məkanın sahibi eşidir məni. Belə bir qəribə hadisə oldu. Bir masada oturan oğlan bir xanımdan xoşu gəldi. O mənə dedi ki, bunu götür, o xanımın nömrəsini al, gətir ver mənə. Mən gəldim, xanıma yaxınlaşdım, adını öyrəndim və öz nömrəmi oraya yazdım. Səhərsi mənə zəng gəldi. Filankəs xanım, dedim yox, nişanlısıdır, buyurun. Təbii ki, nişanlım deyildi. Və mənə filankəs və ağzımdan çıxan dedim o insana. Sən belə, gəl söhbətə, sən niyə zəng edirsən falan. Və gəldim məkan sahibinə dedim ki, xəbərin olsun, belə bir şey eləmişəm. O dedi ki, afərin düz eləmişsən. Çünki bilsən niyə? İnsanlar əgər özləri eləyə bilmirlərsə, bir şey var, deyir, özvə rəva bilmədiyini başqasından heç vaxt gözləmə. Birinci özvə rəva bil. Mən buna yaxınlaşıb buna söz deyə bilərəmmi? Yox. Amma sən hansısa bir animator, bir klonu görəndə deyirsən ki, bu sözü bu deyə bilər. Gəl bir dənə sən verim. Təbii ki, mən ora qazanc üçün gəlmişəm. Amma mən ora sənin əşyan olmaq üçün, mən ora belə deyim də, kimlər üçünsə məni istifadə eləməyin üçün gəlməmişəm. Mən qazancım üçün gəlmişəm. Hörmət eləyirsənsə, təbii ki, verirsən, hörmətimi eləyirsən, əyləndirirəm, çıxıb gedirəm. Amma yox, get ondan nömrə al, bundan, buradan demək istəyirəm, biz onun üçün girmirik məclislərə. Bir qədər əvvəl toxunduğun nüanslar var idi ki, böyüklərin davranışı ilə bağlı. Klonlara bu kobud davranışın səbəbi nədir? Bu suala cavab tapa bilmirsənmi? Bəzən hə, bəzən yox. Biz onlar bizə necə baxırlar? Əksəriyyəti. Elə bil ki, pilləkəndir. O pilləkənin qalxıb yuxarısında dayanıb, mən sağ aşağısındayım. Bax, elementar bir haşiyə çıxım. Höte deyirdi ki, Alman alimi ki, bundan dedilər ki, sən niyə o pilləkəndən yuxarı çıxmırsan? Deyir, yuxarı çıxmaq istəmirəm. Niyə? Günəş məni yandırır, külək isə məni aşağı itəcək. Amma aşağıdayam. Nə günəş məni yandırır, nə də küləyin məndən işi yoxdur. Onlar yuxarıdan aşağı baxırlar, sanki onlar bizdən üstündürlər. Amma baxanda işte bizdən üstün deyirlər. Bizim içimizdə elələrimiz var ki, biz çox savadlıyıq. Yəni, universitet oxumuşuq, bitirmişik. Bəlkə də bu sənətə, belə deyim də, maddiyyat üçün də bəlkə gəlmişik, bunu maddiyyat üçün də işləyirik, çalışırıq, eləyirik. Bəlkə sevdiyimiz üçün də eləyənlər var. Maddiyyat üçün də var, bəli, klonlardan gedir. Sən də bizim kimi insansan, sən də iki əlin var. Sən də iki ayağın var. Allah sənə də iki göz verib, mənə də. Sənə də düşüncə verib, mənə də düşüncə verib. Sənin, yəni mənə yuxarıdan aşağı baxmaqda məqsədin nədir? Hə, cibindəki pula görətsə, indi qurban olduğum onu məsləhət bilib sənə verib, mənə verməyib. Mənə də sənin vasitəndən verir ki, sən də əlində olandan ver. Bəlkə də mən əlimdə olanı, qazancımı
bir hissəsini xəstə uşağa da falan xərcləyirəmsə, eləyirəmsə, sən bəlkə də onu eləmirsən. Sən amma onu düşünmürsən. Və çoxları da bilsən nə düşünür? Bunlar milyonlar qazanırlar. Xeyr əzizim, milyonlar qazanmırıq. Bizim qazancımızı mən açıqlamaq istəmirəm. Təklikdə sənətsəm, sən deyərsən ki, yəni onunla ailə saxlamaq olarmı? Bəzilərimiz saxlayır. Hətta eləsi var ki, evində 5 uşağı var, heç yerdə işləmir. Məhz o animatorluqdan gələn pulla ailəsini saxlayır. Adamdır, məcburdur, neynəməlidir? Hətta eləsi var ki, gəncdir, ailə qura bilmir. Gəldi razı deyir. Təbii ki. Və bilir ki, sabah kimsə bilsə ki, bu sənətdədir, bu klondur, onda belə problem yaranacaq. Yəni, heç kəs bu dəqiqə, əksər insanlar var ki, klonla hansısa bir xanımın, bir qızın ailə qurmağını istəmir. Yəni, qızın valideynləri razı deyil. Bəli. Əş kimsə nə klonsandır. Və nəzərə alsaq ki, bu Avropada normal yanaşılır, təkcə bizdə belə yanaşılır, əksər insanlar tərəfdən. Bu adam biraz incidir. Ənvər, davan düşüb heç iş başında. Mən açığı dava eləməyi sevmirəm. Çalışıram, nəsə bir problem olanda sözlə deyim. Bəs döyülmüsənmi? Yox. Yəni, özümə elə eləmişəm. Elə palajendən çıxmışam ki, nə o mənə əl qaldırıb, nə mən ona əl qaldırmışam. Sadəcə kənarda gedib əynimi dəyişəndən sonra gəlib ona bir kəlmə sözümü demişəm ki, qardaş, burada düz eləmədin. Mən də sən kimi insanam da. Yəni, sən orada məni təhqir eləməklə, mənə o söz deməklə nə anlayışın var ki? Mən hətta sənə bir söz deyim. Məclislərin birində adını çəkməyəcəm. Bizdə bir bazburutlu belə bir klon var. İdmançıdır belə. Bir dəfə kimsə buna nəsə ikimiz bir yerdə idik. Nəsə buna söz deyir. Əynini dəyişdi, gəlib deyəndə onun qabağında qaqaşın. Qaqaşla söhbət eləyəndə qaqaş qayıtdı ki, sən kimsən? Dedi, bayaq təhqiq elədiyin klon. Qaqaş qayıtdı. Ayaq zarafat eləmə. Dedən oyam. Yəni, sən geyimə görə təhqiq eləyirsən. Hətta məkanlar var. Valla, belə deyim də, bir çalışırıq ora bilsən necə gedək. Məsəl üçün, indi siz aparıcısınız, siz kostyumda gedirsiniz, siz belə bir çalışırıq ki, sport geyimində gedək. Də daha rahat ki, tez bazar rahat olsun, geyinmək, çıxarmaq, soyunmaq. Sənlə elə davranır ki, məkan sahibi, əksər məkanların sahibi. Elə bil ki, nə bilim, onun məkanına gələn hansısa bir insan deyil. Klonları insan hesab eləmir. Hə. Ümumiyyətlə, animator sektorunda işləyənləri onunla elə davranır ki, harada qalmışsınız, vaxtında gəndə. Yəni, bunun propkası var. Maşın olur, səni götürmür, taksi şoferləri götürmür. Keç arxada otur da, görməsinlər. Bunu deyən var. Adamlar olur ki, avtobusa minirsən, sənə biraz o geyimdə biraz pis baxacaqlar deyə minmək istəmirsən. Metroya həmçinin. Avtobusa klon geyimində minəndə həmin obrazda davam edirsənmi? Təbii ki, onun içindəsənsə onunla davam eləmək. Ola bilər sadəcə susa da bilərsən də istəsən. Susa da bilərsən. Amma mən geyinməm, elə girməmişəm. Yəni, bir dəfə olub ki, taksi o geyimdə geymişəm. Yəni, birindən bir, belə deyim də, bir işdən çıxıb digərinə gedəndə, keçkəndə, taksi şoferinin olan münasibətini deyim sənə. Bu sənətdə nə var, niyə işləyirsən burada? Bu kişi işidir. Bax, mən o insanlara da deyirəm, hamıya sənət, kişi işi nədir, qardaş? Kişi daşdan pul çıxarar da, biz elə işitmişik. Mən gedib fəhləlik də eləyirəm yeganəndə. Mən gedib daş da daşıyıram. Mən gedib, belə deyim də, fəhləliyimi də eləyirəm. Mən gedib hansısa bir tədbirdə klon kimi girirəm, nə bilim, animator geyimi geyinirəm, hansısa bir tədbirdə show proqram aparıram, hansındasa, nə bilim, aktyorluq eləyirəm, səhnəyə çıxıram, məktəblərə gedirəm, uşaqlarla işləyirəm, onu eləyirəm. Yaxşı, bunlar kişi hərəkəti olur. Amma klon işləmək, animator işləmək kişi hərəkəti olmur.
Neynəməlidir? Oğurluq eləməlidir. Və yaxud da kiminsə qabağını kəsib kimdənsə nələr salmalıdır. Bilsən, bu kişi işi deyil deyənlər nə düşünürlər onu deyəndə? Kişiyə nəyi yaraşdırırlar, hansı işi? Hansı işdə? Bu mən sual verirəm. Hansı işi yaraşdırırlar? Kişi bütün gün kompüterin arxasında oturmalıdır. Qardaş, bilsəz mənim təhsilimi, mən 2 universitet bitirmişəm. Mən həm tərcüməni bitirmişəm, həm aktyorluğu bitirmişəm. Yəni, mən ingiliscə də bilirəm. I'm an interpreter. Mən ingiliscə tərcüməçisi olmuşam. Yəni, belə deyim də, ingiliscə bilirəm. Bu dəqiqə uşaq da öyrədə bilərəm. Yəni, onu da eləyə bilərəm. Amma mən aktyorluğu seçmişəm. Mənim ərdən, mən bu sənətə gələndə, atam mənə heç vaxt dəstəkləmirdi, açığı deyim. Anam da belə də, hətta anam bir dəfə demişdi ki, mənim qapıma aktyor gəlsə, mən qızımı ona vermərəm. Yəni, o dərəcədə. Hələ bu aktyor, klon yox. Bəli. Mən aktyorluğa verəndə artıq onlardan xəbərsiz vermişdim və imtahandan keçmişdim. Onlar bilmədilər ki, mən qəbul imtahanına getmişəm, yığmışam. Qabiliyyətdə xahiş edim ki, heç olmasa mən kimsəsiz kimi getməyim də. Keçəndə bilim ki, kimə sarılacam. Da çıxım. Anam sağ olsun mənlə getdi. Hələ onda təzə-təzə işlədiyim teatrda işləyirdi. Sağ olsun orada bəzi aktyorlar da köməklik elədilər. Təşəkkür edirəm. Vidadə Həsənova, Məmməd Saf müəllimə, Fuad müəllimə, Poladov var. Ramin Şıxəliyev var ona, Enna Qarayev var. Allah rəhmət etsin, əməkdar bu yaxında dünyasını dəyişdi, əməkdar artist Rəşad Bəxtiyarov. Onlar mənə çox dəstək oldular, sağ olsunlar. Yəni, onlar çox dəstək oldular, qabiliyyətdə belə onlar mənə köməklik göstərdilər. İndiyəcən yadımdadır, Raminin qırım otağında mənlə təmsil məşq eləməyi, etüdü məşq eləməyi, Vidadi müəllimin mənlə yuxuda monoloqu məşq eləməyi, Məmməd Safa müəllimin ona kənarda mülahizələri, bunu bu cürdür, bunu bu cürdür, bunu bu cürdür. Sağ olsunlar, hörmət qoyub köməklik göstərdilər. Təşəkkür edirəm. Amma mən də bunu Yaşar Nuridən görüb götürmüşəm. Mən də bunu Siyavuş Aslandan bəhrələnib götürmüşəm. Mənim məsəl üçün kumirim Yaşar Nuri idi. Onun bir tamaşası var idi, nigarançılıq. Bax, Qurbanəli bəy oynayırdı. Adam pristavın qarşısında elə bir performans göstərdi rəqsi ilə. Ağabəy havasını oynadı. Mən istər-istəməz dayandım, baxdım ki, bax, əsl aktyor budur. Və yaxud da digər aktyorların oyunu. Mən, bilsən necə, mən uşaqlıqdan aktyor olmaq istəmişəm. Sadəcə biraz mənim qarşımı kəsiblər. Məsələn üçün, bibimgilin evində balaca bir civisi deyirdilər o vaxt. O vaxt ki, marka. Hə, onun bir mikrofonu var idi, qoşurdular videoya, mikrofon və mən onlar üçün orada konsert verirdim, mahnı oxuyurdum. VHS video magnitofonlar. Hə, parodiyalar eləyirdim, mahnılar oxuyurdum, yəni bu onlara ləzzət eləyirdi. Amma gəl ki, mən deyəndə aktyor olmaq, daşındırırdılar məni. İndinin özündə belə atam mənim aktyor olmağımla razılaşmır. Ailə daxili məclislərdə bu qəbul olunur, amma böyük ictimaiyyət qarşısında, böyük cəmiyyət qarşısında çıxışlar xoş qarşılanmır. Hətta elə vaxt olur ki, o səni bəyənməyənlər səni özləri belə məclisə çağırır, ha. Kinolar da başqasına şey eləməyir də, biraz sənə hörmət eləyir, gəb də sən burada elə də bunu. Dıqqılı gəlsin. Hə, gəlsin. Və yaxud da Şaxtabba kim gəl, və yaxud da Dıqqılı kim gəl, və yaxud da nə bilim, hansısa bir animator sənə müraciət edirlər. Nicatın bir filmi var, klonla qayıt çəkib. Oğlu ərdən onu orada danlayır, mən istəmirəm, belə atam olsun, klon falan, nə bilim nə.
Məndən özümə fikirləşirəm. Yaxşı, sabah övladım böyüdü. Məndən utandı. Mən onda nə edəcəm? Bax, bu sual məni düşündürür. Dıqqılını itirməkdən qorxursanmı? Dıqqılı mənim içimdədir. Mən onu itirməyirəm axı. Mən onu niyə itirim ki? Mən artıq o libas geyinəndə dıqqılı olurum. Mən bir şey deyim. Mən məsəl üçün bayaq qarşılayanda sən dıqqılını gördün? Yox. Yox. Sadə bir insan gördün, ciddi bir insan gördün, gəldi, səninlə görüşdü, danışdı, söhbət elədi və salam. Amma onu geyinəndə mən uşaqlaşıram. Mən sanki uşaq oluram. Qeyd elədin ki, övladın bilmirəm ki, necə yanaşar bu məsələyə. Bax, elə bir hal yaşansa, dıqqılı ilə ayrılarsanmı? Yəni yolların ayrılarmı? Mən dıqqılını sevirəm. Bunu açıq deyim. Amma övladıma görə hər şey qurban da verərəm. Bunu da deyim. Amma mənə elə gəlir ki, mənim əgər indi yoldaşım məni dəstəkləyirsə, sabah mənim övladıma da məndən utanmamağı tövsiyə eləyəcək. Aşılayacaq onu. Bəli, Bəs böyüklər ümumilikdə klonlardan qorxurlar? çox. Çox. Onlar bilsinə, onlar klonu görəndə elə bilirlər ki, hansısa bir falçıdır, gəlib bunun nəyinsə üzə çıxaracaq. Kiminsə yanında. Mən adamlar görmüşəm ki, bir məkana başqası ilə gəlir, digər başqası ilə bir dəfə də artıq öz belə deyim də, başqa bir adamla gələndə sənin onu görməməyin üçün deşiyaq da. Bilir ki, gəlib nəsə o bir söz var, söz buraxacaqsan ağzından. Onu eləmə ki, bu da olmasın da. Sən məndən niyə qorxsan? Mən də adi insanam da. Məndən qorxmaq, bizdən qorxmaq lazım deyil ki. Dıqqılı deyil elə şeyləri. Dıqqıl demir yox. Dıqqılı içində saxlayıb. Bəlkə də ona görə elə indi. Mən dıqqılını sevirəm bəlkə də ona görə. Dıqqıl bilsən kimə deyir? Dıqqılı çalışır xətrinə dəyməmək üçünsün. Bayaq gördün dıqqılı sənəddir ki, sən oftopu aparma. İndi mən əvvəl kimi sənə deyirəm. Hə qardaş, incimə. Mən səni bir aparıcı kimi sevirəm və bəyənirəm. Xoşuma gəlsən. Amma bəzi verilişlər var ki, deyirəm ki, bu onluq deyil də. Tək sən yox ha, bir çox aparıcılar üçün onu deyirəm. Yəni mən bunu həm tamaşaçı nöqteyi nəzərdən də görürəm, həm də rejissor nöqteyi nəzərdən də görürəm. Məsələn, mən səni sabaha saxlamayaqla sevmişəm. Ondan qabaq səhər verilişini aparmışsan, ondan xoşum gəlib və digər. Amma mən oftopa bandetdim oydu. İrfan burada da var. O bir şey olur, bir fərqli seriala çevirirsən, bu aktyor burada, bu aktyor burada. Allah, nə qədər olacaq bu aktyor burada? Bu adam başqa bir obrazda oynamır. Eyni obrazda, eyni şeydə. Amma burada başqa adam ha. Burada biraz burada tamam fərqlisən. Bu artıq burada mən səmimi İrfan görürəm. Burada mən hər şeydən kənara çıxan İrfan görürəm. Artıq İrfan elə bir dostdur. İki dost kimi danışırıq İrfanla. Mən İrfana deyirəm, İrfan məni anlayır. İrfan mənə deyir, mən hərdən onunla razılaşıram, yegəsi mübahisəm də olur. Yəni, bu tamam fərqlidir. Sən necə? Mən çox istəyərdim ki, insanlar bir-birləri ilə səmimi olsunlar. Zarafatın da həddudu var. Elə zarafat edirsən ki, hərdən insanın xətrinə dəyir. Çoxsu deyirəm, mən bu zarafat edirəm səndən, səni sevdiyim üçün, səni istədiyim üçün. Çox istədiyimdən zarafat. Hə, çox istədiyimdən. Amma baxır da nə zarafat edirsən. Biz böyüklərin klonlardan qorxusuna toxunduq. Bəs klonların özünün qorxusu nədir? Klon da həyatda itirəcəyi bir şeylər var. Məsəl üçün, kim deyir, klon da insandır, düzdür. Əlbəttə. Klon da vicdanını, şərəfini, mənliyini itirmək istəmir. Çünki o da insandır axı. Düzdür, sən giyinirsən, obraza girirsən, obrazda olursan, amma istəmirsən ki, sən kimsə təhqir eləsin, səni kimsə belə deyim də, nalayiq söz desin sənə.
Mənim şəxsən qorxum odur ki, belə deyim, mən özüm üçün deyim, mən nə vaxtsa vicdanımı itirim. Mən nə vaxtsa şəxsiyyətimi itirim, mən nə vaxtsa mənliyimi itirim. Bəlkə də Ənvərin qorxduğu odur. Amma Dıqqılının qorxduğu odur ki, hansısa bir uşağın sevgisini itirim. Telefonu Dıqqılının səsinə cavab vermisənmi? Yox. Dıqqılı Məzələnmək üçün eləmişəm mən bir dəfə. Bir müştəri yığmışdı. Tələsirdik, gecikirdik. Dedilər ki, bir dənə şey də, sən cavab ver, götürdüm. Alo, işləyəm. Qayıt kimdir? Mənəm də klonam, mən gəlirəm, yoldayım, nə rahat olma, gəl. Çatanda artıq geyimdəydim. Mən o geyimdə maşındaydım və onunla cavab verəndə müştəri mənə qayıtdı ki, qardaş, sənin səsin, hərdən sənin insanlarına gəl, bu səs bizə burundan keçir. Və yaxud da soruşurlar, səsin batmır sən. Hərdən mənim özümü yoxlamaq üçün deyirlər, bir də öz səsində danış da. Danışanda sizin operator deyə ki, qardaşın qəşəng səsi var. Öz səsi ilə danışanda. Hərdən tamaşa insana maraqlı olur ki, bir dənə bu öz səsini çıxarsın da. Mənim səsimi deyirdi əslində, amma hə, buyur, davam elə. Durum gedim. Klonluq Ənvərə özü haqda nəyi öyrədib? Ənvər böyüdüb. İçindəki uşağı öldürüb Ənvəri böyüdüb. Ənvərə insanların iç üzünü göstərib. Ənvərə insanların necə olduğunu göstərib. Və Ənvərə müxtəlif insanları öyrədib. Müxtəlif insanları göstərib. Mən öz adımdan deyirəm, başqasının adından deməm. Başqası üçün necədir bilməm. Amma mənə müxtəlif insanları göstərib. Məsələn, mən indi bu dəqiqə bir təşkilatçı var, Vüqar dayı deyirəm ona. Onunla danışanda zövq alıram. Niyə? Telefonu açıram, adam var ki, hər dəfə yığırsan, dəng eləyirsən, əsəbləşir də. Bu adam hər dəfə açan bir qadan alım. Başıva dönüm, deyirəm, narahat edirəm. Yox, əzizim, narahat eləmirsən, buyur, sözü eşidirəm. Biz də bugün hardan başlamalıda həm Dıqqılını dinlədik, həm də aktyor Ənvər Məmmədovu dinlədik. Təşəkkür edirəm Ənvər gəldiyin üçün. Sağ ol ki, bu mövzuya toxundun. Amma sonda bir söz deyim, bu da bilməm insanlara sosial mesaj olsun. Kim də istəyirsə çəkib qoya da bilər. Yəni bundan çəkinmirəm də, qorxmuram da. Söz təbii ki, o qaqaşı atıram, bayaqdan çəkir. Bunu da çəkə bilər. Mən səni nə istəyirəm? Xahiş eləyərdim çəkəsən də hətta. Mən istəyirəm ki, insanlar animatorlara və klonlara hörmətlə yanaşsınlar. İnsan kimi yanaşsınlar. Və düşünsünlər ki, bu insanlar bizim qulumuz deyil. Təbii ki, bunlar maddiyyat üçün gəlirlər, bizim uşaqlarımızı əyləndirirlər, eləyirlər. Amma bunlar da hansısa bir evin ailə başçısıdır. Bunlar da hansısa bir ananın övladıdır. Bunların da insanlığı var, bunların da şəxsiyyəti, mənliyi var. Biz bunlara bu aspektdən yanaşaq. Mən hərdən özüm məclislərdə olanda, mənim yanıma kimsə yaxınlaşanda, mən ona acılamıram. Hətta yer gəlində cibimdən çıxar pul da verirəm. Mən deyirlər, niyə versən? Çünki mən də onda işləyirəm. Mən bilirəm o nə əziyyət çəkir. Səni inandırım, bəlkə də sən bu geyimdə 1 saat, 2 saat apara bilərsən. Amma sən bizim işdən çıxandan sonra geyimimizə bax. Bir də insanlar onu düşünmür. Biz bütün suyun içində oluruq. Biz bütün tər suyun içində oluruq. İstər animator giyinəndə, istər panda giyinəndə, istər klon giyinəndə. Biz bütün tərin suyun içində oluruq. Bunu düşünmürlər. Sadəcə pulu verirlər, get. Və bizi elə yerdə geyinməyə məcbur edirlər ki, bəlkə də heç kim o da geyinməz. Qardaş, elə yer var ki, səni ayaq yolluya salır, giyindirir. Elə yer var ki, bir soğuk bir məkandır. Çıxmısan, artıq bu geyimi soyunmusan, öz geyimi geyinmirsən və gəlmirsən, onu geyinirsən. Və adam görür ki, sən orada məcbur eləyir ki, orada giyin.
Soyuq da olsa, çardaqda giyin. Nə bilim, hansısa bir restoranın aşağısıdır, orada giyin. Get koridorda giyin, get o. Sən başa düşmürsən, sən bu insanı aşağılayırsan. Ya onun üçün məkanında bir yer düzəlt, girsin orada geyinsin, hörmətlə öz geyimlərini də qoysun çantasına, kənara qoysun. Ya da ki, çalış ona elə bir yer ver ki, o yerdə özün də giyinib soyunasan. Özünə rəva bilmədiyini qarşı tərəfə də rəva bilmək. Bəli. Təşəkkür edirəm Ənvər, minnətdaram maraqlı söhbət üçün. Uğurlar arzu edirəm. Hardan başlamalıda bugün qonağımız aktyor Ənvər Məmmədov, klon Dıqqılı idi. Sağ olun.